Hər gün istifadə etdiyimiz yol sadəcə maşın, asfalt və ya işıqfordan ibarət deyil. Yol həm də mədəniyyətdir. İslam bizə öyrədir ki, müsəlman yolda avtomobil istifadə edərkən məsuliyyətli olmalıdır, başqalarına hörmət etməlidir, özünün mənafeyi uğruna başqalarını təhlükəyə atmamalıdır. Peyğəmbərimiz əleyhissalatu vesselam buyurur ki, müsəlman o kəsdir ki, digər müsəlmanlar onun əlindən və dilindən salamat olarlar. Yəni, biz sükan arxasında oturarkən sadəcə maşınımızı idarə etmirik, həm də dilimizi, gözümüzü və nəfsimizi idarə edirik. Yol hərəkəti qaydalarına riayət etmək, digər sürücülərə, sərnişinlərə, piyadalara əziyyət verməmək eyni zamanda imanımızın da sınağıdır. Əziz sürücü qardaş, bacılar, avtomobil sürərkən, sağa-sola dönərkən və ya zolağı dəyişərkən əvvəlcədən sarı işıq siqnalından istifadə etmək həm ön, həm arxa avtomobilin sürücülərinə hörmətdir, həm də qəza riskini azaldır. Sərnişin mindirib düşürərkən yolun orta zolağında dayanmaq və ya maşınla yolun ortasında dayanıb yoldakı insanlarla həmsöhbət olmaq digər sürücülərə qarşı əziyyətdir, hörmətsizlikdir. Yoldakı tıxacdan dolayı sol zolaqda avtomobil sıxlığı yaranıbsa və sürət həddi təbii şəkildə aşağı düşübsə, arxadan gələrək yol istəmək məntiqsizlikdir. Bu, sanki sol zolaq boyu bütün avtomobillərin sağ zolağa keçməyini tələb edərək bu yol mənə aiddir deməyə bənzəyir. Dinimiz bizdən səbirli olmağı və həyatın hər sahəsinə səbri tətbiq etməyi tələb edir. Əgər Peyğəmbərimiz əleyhissalatu vesselam yoldan maneəni kənarlaşdırmaq imandandır deyirsə, görəsən yolda hərəkət qaydalarına riayət etməyərək süni şəkildə maneələr yaratmaq nədir?